Ceyhun qardaş əslən mənim yerlimdir, Masallı rayonundandır və Rusiyanın Murmanski şəhərində oldu. Və Ceyhun qardaşımızın atası Hacı Əli üçün mən həmişə bal aparırdım və eyni zamanda da Ceyhun qardaşımız da həmişə məndən buradan bal aparıb Murmanskiyə aparırdı özü ilə gedəndə. Və bu səfər tam qeyri-adi bir şey üçün gəlib və mənə zəng elədi ki, dedi qardaş, sənin balın bizə o qədər xoş gəlir ki, mən istəyirəm ki, sənin balından bizim deyə alıb saxlayaq, gələcək nəsillə onu yesin. Bir özü də bir qardaş bu arada açıqlamaq. İnşallah bir 40 il, 50 il qalacaq. Bir 40-50 ildən sonra biz də aşmasaq, nəvələrimiz, nəticələrimiz. İnşallah, inşallah. İnşallah, Allah'ın köməyi. Bu balda plasmas bidona gedir. Yəni getmir. Yəni sırf bu bal üçün nəzərdə tutulmuş bidondur. Bunu arıçılar daha yaxşı bilir. Bilməyənlər üçün də mən bir daha izahını verdim ki, yəni bunun çölü plasmas ola bilər, amma bunun içi sırf bal üçün nəzərdə tutulan bidondur. Və indi hal-hazırda bu balı necə yığırıq? Bir sloy şan istəyir, üstünə də bir sloy deyib ki, bal yığacaq, tökəcəksən. Ya Allah deyib başlayırıq, inşallah. Bu bir tarixdir, əziz dostlar. Mən düzüm, sən kəs, mən düzüm. Bu bir tarixdir, inşallah. Yəni, bir daha bu nəyin şahididir? Qardaş, indiyə qədər baxın bizdən bal almışsınız. Aldığınız ballar necə olub, gəlib indi bu yerə çıxmışsınız. Xəstələnmişəm. Nəyə görə? O qədər çox sevirəm ki, sənin balını. Mən istəyirəm bundan qocalığa saxlayayım. İnşallah, inşallah. Kim də bizim bu ballardan istəsə. Birinci yedin sinir baldır ki, ömründə məsəl üçün, mən eləyə bilərəm bunu kilolarla yiyeyim. Bəli. Və nəyə görə? Necə ki? Bunu çox yemək olmaz axı deyirlər. Yox, hər şeyin həddi var da, incə mən yiyirəm axı, o ziyan dahi eləmir. nizami deyir ki, incə bir saflıq varsa suda çox içiləndə dərd verir o da. Bəli. Yəni hər şey qaydasında Artıq yiyəndə olmalıdır. pomidor da haramdır. Bəli, bəli. Mən bunu artıqlamasıyla yiyirəm, mənə ziyan eləmir. Yox, Xeyri təbii olur, bal ziyanı əlbəttə insana xeyirdir, ziyanı ola bilməz olsun. Aziz dostlar, kim bu cür ballardan da istəsə, bizim Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuzdur. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qardaş elə qoy öz əli ilə düşsün. Bismillah elə. Ne güzel oldu. Bu xeyləmişdi ya. Keçdi 10 dəqiqənin. Yox, hamısını çəkmərik də, saxlayıb yenə davam Demirəm, edərik. çəkməyi demirəm. Deyirəm ki, yəni keçək. İçini gətirəcək. Baxın, bir stoyora şan. Birinci biləncik. Bəli, şan getdi. Sonra şanın üstünə. Üstünə isə bu ilki may və cökə balından olan bir süzün balımızdan Bəsdir. tökürük. Tak, güzel. Ay, sağ olun. Və növbəti şanımızı doğrayıb üstünə qoyacağıq. Yəni yenə deyirəm, bu bir tarixdir. İnşallah bu balı bu qardaşımız alıb. Allah xeyrini versin, gələcək nəsil üçün. Deyir ki, alıram. Muhammed böyələcək, Muhammedin o 30-40 yaşı olanda aça bilər. İnşallah, inşallah qardaş. Lap yekununda çəkib paylaşarıq. İnşallah. Bir daha qeyd eləmək istəyirəm ki, kim bu cür ballardan istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlasın. Kim də Rusiyada istəsə qoy mənə zəng eləsin. Ay sağ olun qardaş. Bir şey nəzərdə çatdırım. O bir çoxlarınız deyir deyə. Bu vaxt mənə deyirlər də, deyirlər ki, bəs Rusiyada belə bal olur. Yox, mən belə bal yeməmişəm. Yalan söz deyir. Baxın, məsələ budur. Mənə hər yerdən gətirmişdilər. Rostovdan da gətiriblər, Voronejdən də gətiriblər, başqa şəhərlərdən gətiriblər. Mən belə bal yeməmişdim. Allah köməyi Minə ona görə bu baldan istəyirəm saxlamaq. İnşallah. Saxlayın, bəs idi. Tak.